إن الحمد لله نحمده ونستعينه ونستغفره ونعوذ بالله من شرور أنفسنا ومن سيئات أعمالنا من يهده الله فلا مضل له ومن يضلل فلا هادي له وأشهد أن لا إله إلا الله وحده لا شريك له وأشهد أن محمدا عبده ورسوله أما بعد فإن خير الحديث كتاب الله وخير الهدي هدي محمد صلى الله عليه وسلم وشر الأمور محدثاتها وكل محدثة بدعة وكل بدعة ضلالة أما بعد. Mevzumuz sünne üzerinde sabit kalmak. Yani manası İslam üzerinde sabit kalmak. Bütünlükle İslam üzerinde sabit kalmak. İslam'ın usullarında, furu'larında, etikadlarında, menheclerinde. Hamısında. Sabit kalmağımız ve ondan yapışmağımız hatta Allah'la Azze ve Celle ile karşılaşana kadar. Umumilikdə tabiçiliyə, mültəzim olmağa, sünnəyə tabiçiliyə, sünnədən mültəzim olmağa həvəsləndirən ayələr və həvəsləndirən hədislər olduqca çoxdur. Bu ayələr, bu hədislər hamısı bir məqsədə vurur. Müsəlmanların İslam üzərində sabit qalması. Əgər biz sünnə üzərində sabit qalmaq deyəndə, burada çox insanların sünnə ləfzindən başa düşdüyü deyil. Ki, sünnənin tərifi nədir? Etsən savab var, tərk eləsən günah yoxdur. Ondan danışmırıq. Çox insanların hansı ki başa düşdüyü. Burada sünnə deyəndə qəsd olunan əqidə mənhəcdir. Yəni İslam üzərində sabit qalmaq və İslam üzərində sabit qalmaq mənasını daşıyır. Həmçinin bilməliyik ki, bu sabitçilik Allahın müvəffəqiyyətidir. Allah bunu müvəffəq eləməsə, sən sabit qala bilməzsən. Yəni müvəffəqiyyət Allahın əlindədir. Hidayət azmaq Allahın əlindədir. Necə ki, Allah Teala buyurur ki, yəhdi mən yeşə və yudillu mən yeşə. Allah istədiyini hidayət edər və istədiyini azdırar. Və yüthəbbiti mən yeşə və istədiyini sabit saxlayar və istədiyinin qəlbini azdırar. Və buna görə də Allah Subhanahu taala bizə özündən istəməyimizi bizə öyrətdi ki, özündən istəyək və qəlblərimiz ayrılmasın, qəlblərimizə xəstəlik düşməsin, qəlblərimiz haqq yoldan uzağa düşməsin. Necə ki Allah Teala buyurur ki, Rabbənə aleyhisselam. Rabbena la tuzigh qulubana ba'da id hadaytana ve hab lana min ladunka rahme inneke entel vehhab. Ne dediler? Ey Rabbimiz, bizi hidayet ettikten sonra bizim kalplerimizi azdırma. Fikir ver. Bizi hidayet ettikten sonra bizim kalplerimizi azdırma. Ve hab lana min ladunka rahme. Öz yanından bizim için bir rəhmət olaraq bəxş ver. Bizə rəhmət bəxş ver. İnnəkə entəl vəhhəb. Həqiqətən sən daimi qullarına neymətləri bəxş edənsən. Vallahi hidayət neymətlər içərisində ən üstün neymətdir. Əgər bir insan hidayətin neymətini, ona verilən o neymətini şükrünü etmək istəsə, şükrünün haqqını verə bilməz. O neymətin şükrünün haqqını verə bilməz. Hətta alimlər tərəddüd edir. Alimlərdən biri deyir ki, Allah, mən bilmirəm hansı neymətə görə daha çox şükür edeyim Allah'a. Məni İslam'a hidayət etdiyinə görəmi və İslamda sünnəyə hidayət etdiyinə görəmi. İslamda sünnəyə hidayət etdiyinə görəmi. Hansına görə Allah'a daha çox şükür edeyim, etmək istəyim, onu deyir, bilmirəm hansına görə daha çox Allah'a şükür edeyim. Həmçinin sahabələr Allah onlardan razı olsun deyərdilər ki, vallahi ləulə Allah məhdədəynə. Vallahi deyir, əgər Allah istəsəydi, biz hidayət olmazdıq. Əgər Allah istəməsəydi, biz hidayət olmazdıq. Və lə təsəddəqnə və lə salleynə. Vallahi Allah istəməsəydi, biz nə sədəqə verərdik, nə də ki namaz qılardıq. Yəni bizim hidayət olmağımız,
sədəqə verməyimiz, namaz qılmağımız, məscidə gəlməyimiz və valideynlərə yaxşılıq etməyimiz, elm məclisinə gəlməyimiz və orada istifadə eləməyimiz hamısı nədir? Allahın müvəffəqiyyətidir. Yəni onlar, sahabələr etiraf edirdilər ki, hidayət Allahın əlindədir. Bu Allah tərəfindən olan bir neymətdir, Allah tərəfindən olan bir lütfdür, bir bəxşi, bir rəhmətdir qullarından istədiyinə. Hər kəsə yox. Vallahi insanlar var, o neyməti dadmaq istəyir. Vallahi insanlar var, o neyməti dadmaq istəyir, amma dada bilmir. Niyə? Çünki o müvəffəqiyyət yoxdur. O müvəffəqiyyət yoxdur. Necə ki, Allah Teala Quran-ı Kərimdə buyurur ki, yaxtəsu bi rəhməti mən yeşə. Yəni Allah Subhanahu Teala istədiyinə öz rəhmətini xüsusiləşdirir, məxsuslaşdırır. Hansı rəhmətini? Hidayət rəhmətini, hidayət neymətini. Vallahu zul-fadl azim. Allah həqiqətən əzəmətli lütf sahibidir. İstədiyini neymətləndirir və həmçinin istədiyini hidayətlə fəzilətləndirir. İstədiyini doğru yola yönəldir və istədiyini haqqa müvəffəq edir. Və həmçinin onları əyrilikdən, azmaqdan, çevrilməkdən, haqq olan yoldan onları qoruyur. Bu Allahın müvəffəqiyyətidir. Və həmçinin istədiyini də azdırır. Yəni azmaq var iki cür. Var ki, kamil olaraq Allahın azdırması, bir insanın küfür etməsi kimi, İslamdan çıxması kimi bundan Allaha sığınırıq. İkincisi isə cüzi azması. Cüzi azması nədir? Adam İslam'a daxil olub, amma əqidəsində azıb. Adam İslam'a daxil olub, amma mənhəcində azıb. O bəzilər bir ki, mənhəc deyir. Onlar heç bilmirlər ki, mənhəcdə azmaq nədir? Onlar başa düşməyiblər ki, hələ mənhəc nədir? Mənhəc Peyğəmbər sallallahu aleyhi və səlləmin tutduğu yol, getdiyi yol. Amma onların elədiyi, onların davrandığı mənhəc deyil. Onların əksində davrandığı, onların etiqadı əslində həddədilikdir. Elə mənhəc olmur. Yəni onlar necə ki, təkfirçilər bizi ilzam edirdilər ki, necə ki, təkfirçilər bizi ilzam edirdilər ki, siz bizim təkfir etdiyimiz şəxsləri təkfir etməlisiniz. Yoxsa siz müsəlman olmayacaqsınız. Necə bizi bunda irad tuturdular, bizi buna ilzam edirdilər və eynilikdə də bunlar bugünkü gün o məsələdə həddi aşıblar. Hansı məsələdir? Təkfirçilər təkfir məsələsində həddi aşdığı kimi bunlar da bidət məsələsində həddi aşıblar. Nədir həddi aşmaqları? Həddi harada aşıblar? Deyirlər ki, bizim bidətçi gördüyümüzdə bidətçi deməsəz, siz də bidətçisiniz. Necə ki, təkfirçilər deyirdilər. Bizim təkfir etdiyimizi təkfir etməsəz, siz kafirsiniz, müsəlman deyilsiniz. Bunlar isə deyirlər ki, siz bugünkü gün bizim bidətçi gördüyümüzü bidətçi görməsəz, siz bidətçisiniz. Əhl-i sünnə deyilsiniz. Bunların yanaşdığı uslub, qayda, tutduqları yol, təkfirçilərin tutduqları yol kimidir. Eyni şeydir. Onlar təkfir edirdilər, bunlar təbdi sayırlar. Təbdidə həddi aşıblar. Nəysə, mövzumuz bu deyil. Deməli, azmaq, həmçinin bu özü də yəni Allahın istəyi ilə hasil olur. Hidayət, necə ki, Allahın istəyi ilə hasil olduğu kimi, Allahın istəyi ilə gəldiyi kimi və həmçinin azmaq da Allahın məşiyyətinə bağlıdır. Bütün işlər Allaha aiddir. Bütün hökm Allaha aiddir. Ona görə də deyir ki, yəni qulların, yəni bütün hər bir şey, qulların bütün işləri Allahın əlindədir. Qulların qəlbləri Allahın, Rəhmanın barmaqlarının iki barmağı arasındadır. İstədiyi kimi istədiyini çevirir. Lakin sən bilməlisən ki, Allah sənin qəlbinə baxır. Əgər sənin qəlbinə baxır, əgər qəlbində həqiqətən azmaq istəyirsənsə, Allah sənin qəlbinə və onda sənin qəlbinə azdırır. Fələmmə zəğu əzəq Allah qulubə. Onlar ki, azmağa meyl etdilər, Allah onların qəlblərini azdırdı.
Mümkün değil bir insan azmaq istəməsin, Allah onu azdırsın. Bu mümkün değil. Allah qəlblərə bax. Əgər sən qəlbində sabitsənsə, azmaq istəmirsən, ola bilər insan günaha düşsün. Amma azmaq istəmir. Tövbə etib qayıtmaq istəyir. Allah onu azdırmaz. Heç vaxt azdırmaz. Və buna görə də Allah Resulü sallallahu aleyhi və səlləm bizə dua etmamızı öyrədərdi ki, ya muqallibəl qulub, səbbit qulubuna alə dinik. Ey qəlbləri çöndərən, sən bizim qəlbimizi sənin dinində sabit saxla. Sənin dinində sabit saxla. Hədis İmam Əhməddən gəlir, Tirmizidən gəlir. Hədis yəni Həsəndir və Şeyx Albani rahimehullah Zilal-i Cənnə kitabında, fi Təxric-i Sünnə kitabında həmən hədisi səhihləşdiribdir. Deməli, insan yəni öz nəfsinə arxayın olmamalıdır. Yəni öz nəfsinə güvənməməlidir. Və daimi dualar etməlidir. Necə ki, Peyğəmbər sallallahu aleyhi və səlləm deyərdi ki, فَلَا تَكِنْ إِلَى نَفْسِ طَرْقَةَ عَيْنِ Ey Rəbbim, mənim nəfsimi bir göz qırpımı da olsa özümə buraxma. Özümə buraxma. Əgər insan yəni öz nəfsi ilə özünü öz nəfsinə buraxarsa, özünü öz nəfsinə buraxarsa, o zaman deyir ki, dinini də, dünyasını da həlak edər. Yəni Allah Subhanahu taala demək, hər bir şey yəni Allah Taala'nın əlindədir. Bütün işlər Allah Taala'nın əlindədir. Əgər deyir ki, Allah Taala insanı haqq din üzərində sabit saxlayarsa və həmçinin yəni haqq mənhəc üzərində və səhih bir əqidə üzərində sabit saxlayarsa, bu o deməkdir ki, Allah Taala tərəfindən ona bir neymət verilir. Ancaq insan öz nəfsi ilə allanmamalıdır. Öz nəfsi ilə allanmamalıdır. Və aləmlərin Rəbbi olan, yəni Allaha boyun əyməlidir. Və ona şükür etməlidir. Və ibadətlərini artırmalıdır, ibadətlərində zəlil olmalıdır. Və dinini, ona verilən o neymət olarak o dinini qorumağa çalışmalıdır. Və həmçinin dinini olan əyriliklərdən, o dininə gələn xələllərdən çəkinməlidir və dinini qorumalıdır. Və dini qorumaq budur. İnsan özünə əmin olmamalıdır. Çünki Allah Teala buyurur ki, فَلَا يَأْمَنُ مَكْرَ إِلَّا قَوْمٌ خَاسِرُونَ Allahın məkrindən yalnız xüsusuna düşən qövmdür ki, əmin olar. Çünki insan yəni əmin olmamalıdır. Biz daima Allah'tan istəməliyik ki, hər an, anlarımızın hər anında Allah'tan istəməliyik ki, Allah Teala bizim qəlblərimizi sabit saxlasın. Çünki bu əsas olan budur. Sələflər, sahabələr, tabinlər, ətbə-i tabinlər, onlar insanların azmasına yox. İnsanların haqq üzərində, sünnə üzərində sabit qalmasına təəccüb edərdilər. Onları o təəccübləndirərdi ki, bu insan haqq və sünnə üzərində nə cür sabitdir. Onları o təəccübləndirərdi. Azmaq nə var ki? Azmaq rahatdır, sabit qalmaq çətindir. Bu boyda fitnələrin içərisində, hansı fitnədən danışaq dövrümüzdə? O qədər fitnələr içində sabit qalmaq, yəni Allahın bir lütfüdür. Allahın bir lütfüdür. Ona görə insan daima Allah'a şükür etməlidir bu neymətə görə. Budur Allah Resulü sallallahu aleyhi və səlləm. Bu duasını çox haldar. Ya muqallibəl qulub, səbbit qulubuna, səbbit qalbi alə dinik. Ey qəlbləri çöndərən, mənim qəlbimi sənin dində sabit saxla. Başqa rəvayətdə deyərdi ki, səbbit qulubana alə təat. Ey qəlbləri çöndərən, bizim qəlbimizi sənin dinində, yəni qəlblərimizi sənin dində sabit saxla. Ayşə radiyallahu anh deyir ki, dedim ki, ey Allahın Resulü, sən bu duanı çox edirsən. Onda Peyğəmbər sallallahu aleyhi ve sellem dedi ki, yəni həqiqətən deyir ki, Adəm övladlarının qəlbi Allahın barmaqlarının iki barmağı arasındadır. Fəidəşə əzəğəhu. Əgər istəyərsə onları azdırar və idəşə əqam. Əgər istəyərsə sabit saxlayar. Ona görə insan daima dua eləməlidir. Bu hədis də səhihdir və Şeyx Albani rahimehullah həmçinin bu hədisi yəni Zilal-i Cənnət kitabında yəni səhihləşdiribdir. Hədis səhih-li qeyrihidir. Yəni öz-özündə səhih olmasa da başqa dəlillərə əsasən hədis səhihdir. Həmçinin deməli mömindən tələb olunan nədir? Sabit qalmaq. Mömindən həmçinin tələb olunan sabit qalmaqdır və vacibdir ki, Rəbbindən istəsin ki, onu bütün mövqelərdə onu sabit saxlasın. Bütün mövqelərdə, bütün əməllərində. Bugün cəmaat namazına geysən, Allah'tan istə, Allah səni sabit saxlasın.
Bugünkü gün xəstə ziyarət edirsən, Allahdan isə Allah səni sabit saxlasın. Və həmçinin qohumları ziyarət edirsən, həmçinin sədəqədəsən, həmçinin hansı bir xeyrdəsən. Əgər bundan məhrum oldunsa, bil ki, Allahdan sabitçiliyi azaltmısan. Bütün məsələdə sabitçiyə ehtiyacımız var. Bütün məsələlərdə. Hələ bu sünnə olan şeylərdə. Vacib olan şeylərdə minbəb əvlə. Ona görə ki, insandan tələb olunan budur. Həmçinin Allahdan istəməliyik daimə Allah Teala bizi və sizi dini üzərində sabit saxlasın. Necə ki, deyəndə ki, Allah Subhanahu Teala bax, bu ayədən sonra başqa bir ayəni zikr edir. O ayə nədir? Ya eyyuhellezine amenu ittaqullaha haqqa tuqatihi və la tamutunna illa və entum muslimun. Ey iman gətirən kəslər, Allah Teala xitab edir. Yəni deyir ki, ittaqullaha haqqa tuqatihi. Allahdan, yəni bacardığınız qədər haqqıyla Allahdan haqqıyla qorxun. Və la tamutunna illa və entum muslimun. Yalnız müsəlman olduğunuz halda ölün. Bu ayədən sonra o birisi ayəni gətirir. وَاَعْتَسِمُوا بِحَبْلَ جَمِيعًا وَلَا تَفَرَّقُوا. Yəni Allahın ipindən, bütünlüklə Allahın ipindən yapışın. Yəni sabit qalın. وَلَا تَفَرَّقُوا. Ayrılmayın. وَاذْكُرُوا نِعْمَةَ اللّٰهِ عَلَيْكُمْ اِذْ كُنْتُمْ اَعْدَاءَ فَأَلَّفَ بَيْنَ قُلُوبِكُمْ. Yəni bir zamanlar Allahın neymətini xatırlayın. Bir zamanlar siz bir-birinizə qarşı düşmən idiniz. Allah Subhanahu Teala sizin qəlblərinizi birləşdirdi. Və o neyməti sayəsində sizi qardaş etdi. O neymət sayəsində, İslam sayəsində, iman sayəsində sizi qardaş etdi. وَكُمْ عَلَى شَفَ حُفْرَةً مِنَ النَّارِ فَأَنْقَذَكُمْ مِنْهَا. Və siz, yəni uçurumun bir küncündə olduğunuz halda, halbuki uçurumdaydınız, yəni Allah Subhanahu Teala sizi oradan xilas etdi. كَذَٰلِكَ يُبَيِّنُ اللّٰهُ لَكُمْ آيَاتِهِ لَعَلَّكُمْ تَهْتَدُونَ. Allah Teala diyor ki, Allah Teala sizə öz ayətlərini belə olaraq bəyan edir ki, doğru yolu tapasınız deyə. Doğru yolda olasınız deyə. Doğru yolda olmağınız üçün. Ona görə ayədə keçən ihtisam, Allahın ipindən möhkəm yapışın. İhtisam nədir? Mənası sabit qalmaq. Yəni sabit qalın. Bu yol üzərində, İslam üzərində sabit qalın. Və o yoldan möhkəm tutun. O yol ki, hansı ki, Allah Subhanahu Teala bizə o yolu tövsiyə etdi. Yəni İslam yolu. Və həmçinin onu qorumağımız və ölənə qədər o yol üzərində olmağımız. Ehdina sıratal müstəqim. Bizi doğru yola yönəlt. Sıratallezine en'amte aleyhim. Nimet verdiğin kəslərin yoluna. Hayril məğdub aleyhim və leddallin. Azanların və qəzəbə düşə olan yoluna yox. Hər dəfə Allah Teala bizdən, hər namazda bizdən bunu tələb edir. Nə görə? Çünki sırat-ı müstəqim mühümdür. Əgər sən bu sırat-ı müstəqimdə, bu dünyadakı sırat-ı müstəqimdə olmasan, oradakı sıratdan keçə bilməyəcəksən. Oradakı sıratdan keçmək mümkün deyil. Bu sırata daxil olmasan, bu sıratda düzgün getməsən, o sıratda da keçmək mümkün deyil. Ona görə gərək insan bu sıratda, necə ki İbn Qayyim rahimehullah deyir ki, insan bu sırat, oradakı sıratdaki bu sıratdakine göre ölçüləcək. Onun o sıratdaki, o sıratın hansı ki cəhənnəmin üzərində qoyulan o sıratdan keçməsi ildırım kimi, işıq kimi, külək kimi keçənlər olacaq. Qaçaraq, yeriyərək, sürünərək, iməkləyərək. Orada o formada keçməyin sənin bu dünyada sırat-ı müstəqim üzərində getməyə bağlıdır. Həmçinin başqa ayədə Allah Teala buyurur ki, "İttəbi'u mə unzile ileykum bikum və la təttəbi'u min duni." Siz sizə nazil olana tabi olun. Və la təttəbi'u min dunihi əvliyə. Yəni ondan başqasına batil olanlara tabi olmayın. Və həmçinin Allah Teala başqa ayədə buyurur: "İnnellezîne qalu rabbuna Allah thumma istaqamu tetenazzalu aleyhimul melaike alla taxafu və la tahsanu və abşiru bil cenneti allati kuntum tu'adun." O kəslər ki, deyərlər ki, Rəbbimiz Allahdır. Sonra dost doğru olarlarsa və mələklər ölüm ayağında onlara nazil olaraq deyərlər ki, "Əllə təxafu və lə təxsənu." Qorxmayın və kədərlənməyin və əbşiru bil cənnəti ləti kuntum tu'adun. Sizə vəd olunan cənnət üçün sevinin. Sizə vəd olunan cənnət üçün sevinin. Bu elə Allah tərəfindən nədir? Bir sənadır. Tərifdir. Kimlər üçün? Onun dinində dost doğru olanlar üçün
bir nədir? Bir tərifdir. Dost doğruluq nədir? Dost doğruluq Peyğəmbər sallallahu aleyhi və səlləmin gətirdiyi din üzərində sabit qalmaq. Və bütün Peyğəmbərlərin gətirdiyi din üzərində sabit qalmaq. Yəni o da əqidə, mənhəc. Əqidə, mənhəc. Və onların Allah qatında, yəni haqq din üzərində sabit qalmalarına görə bir nəyi var idi? Dərəcələri var idi. Bütün Peyğəmbərlər. Bütün Peyğəmbərlərin əqidəsi, mənhəcə eyni oldu. Ona görə Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, biz Peyğəmbərlər nəsli ata bir, ana ayrı. Yəni ata bir nə baxımdan? Yəni bizim dinimizin əsası eynidir. Tövhid, əqidə, tövhid əqidənin bir qismidir. Əqidə, mənhəc, hamısı eyni olublar əqidədə, mənhəcdə. Lakin şəriətləri müxtəlif olur. Ana ayrıdır, şəriətlərimiz müxtəlif. Əmirlər müxtəlif olur, qadağanlar müxtəlif olur. Onlarda əmin olunan şey bizdə əmin olunmur. Bizdə əmin olunan şey onlarda əmin olunmur. Onlarda qadağan olunan şey bizdə qadağan olmur. Bizdə qadağan şey onlarda qadağan olunmur. Amma əsilləri eyni olur. Əqidəsi, mənhəci eyni olur. Allah Teala buyurdu ki, o kəslər ki, deyərlər ki, Rəbbimiz Allah. Yəni, Allaha iman gətirərlər. Yəni, hansı imanla? Yəni, haqqı ilə, ad və sifətlərinə, rububiyyətinə iman gətirərlər. O da nə deməkdir? Yəni, haqq olan ibadət olunana haqqı ilə ibadət etmək. Ondan başqasına ibadət etməmək. Budur. Yəni, həqiqi iman, doğru iman, salamat iman. Məkkə müşrikləri də deyirdilər ki, biz iman gətirmiş. Amma onların imanı qəbul olundu. Yox, onların imanı qəbul olundu. Onlar da ibadət edirdilər. Amma onların imanı qəbul olundu. Onlardan ibadətlər, o əməllər qəbul olundu. Yox, niyə? Çünki həqiqi iman gətirməmişdilər. Onlardan tələb olunan iman nə idi? Tövhid üzərində, salamat əqidə üzərində iman gətirmələri. Yəni ona görə insan, yəni deyəndə ki, o kəslər ki, Allaha iman gətirdilər və o iman üzərində dost doğru oldular, sabit oldular. Yəni rububiyyətində, uluhiyyətində, ad və sifətlərində, bütün əqidə ilə bağlı olan məsələlərdə, bütün mənhəclə bağlı olan məsələlərdə. Yəni sən bilməlisən ki, onlar deyəndə ki, o kəslər ki, dedilər, Rəbbimiz Allah, sonra dost doğru olarlar, yəni rububiyyəti ispat edərlər. Ki, Allah subhanət hala, yəni bu kainatı yaradandır, bu kainatı idarə edəndir, bu kainatı təzim edəndir, ucaldandır, odur, Allahdır. Yəni və həmçinin yaradandır, ruzi verəndir, öldürəndir, dirildəndir. Bütün rububiyyət sifətlərində sən ispat etməlisən. Əgər sən bütün rububiyyət sifətlərini ispat etmirsənsə, sən onda o kəslər ki, dedilər ki, Rəbbimiz Allahdır, yəni iman gətirdilər, sən imanın bir hissəsinə artıq, rububiyyətlə bağlı olan hissəsinə tam iman gətirməmisən. Və həmçinin Allah Taala'nın gözəl adlarına, onun cəlalına, onun əzəmətinə, rububiyyətinə layiq olduğu formada, Quranda və sünnədə gələn bütün hamısına iman gətirməlisən. Bütün hamısına iman gətirməlisən. Bu hamısı istiqaməyə daxildir. Deyəndə ki, Allahın o kəslər ki, iman gətirir, sonra dost doğru oldular, bu hamısı istiqaməyə daxildir. Və həmçinin iman gətirmək ki, Allahdan başqa ibadətə layiq olan məbud yoxdur. Yəni, mənası nədir? Ondan başqa ibadətə layiq olan məbud yoxdur. Yəni, biz yalnız ona ibadət etməliyik. Və dində yalnız ona ixlasla, dini ixlasla ona yönətməliyik. Və həmçinin tam sevgi ilə sevməliyik, qorxmalıyıq. Və həmçinin tam qorxu ilə qorxmalıyıq. Və həmçinin dünyada və axirətdəki Allah Taala'nın yəni bizə vəd verdikləri hamısına ümid etməliyik. Ki Allah Taala biz namaz qıldığımıza görə, biz onun əmirlərini yetib qadağandan çəkindiklərinə görə Allah verdiyi vədinə müxalif çıxan deyil. Onların hamısını bizə verəcəkdir. Nə ki Allahın bizə vəd verib, nə ki deyib bunu elə, bunu elə, bunu elə, hamısının qarşılığını sənə verəcəkdir. Heç vaxt Allah sənə verdiyi vədinə müxalif çıxmaz. Nəyə əmr edibsə, nədən çəkindiribsə, onun bütün müqabilini sənə verəcəkdir. Çünki o Allahdır. Çünki odur bizi yaradan. Ona görə biz ona namaz qılmalı, ona səcdə etməli, ona zəkat verməli, ona oruç tutmalı və onu xatırlatmalı, onu xatırlamalı və onun üçün Quran oxumalıyıq. Və bütün ibadət növlərini ona yönətməliyik. Və onun o ibadət növləri ilə ona yaxınlaşmalıyıq. Bunların hamısı istiqamənin səbəblərindən. İstiqaməyə daxildir. Aydın oldu? Bunların hamısı istiqaməyə daxil olan
səbəblərdəndir. Və həmçinin ayədə keçdi ki, tətənəzzəl əleyhimül mələkə. Onlara deyir ki, ölüm ayağında mələklər nazil olur. Deyirlər, qorxmayın, kədərlənməyin. Bu nazil olmaq nə vaxt olacaq? Onlara ölüm deyir, onlara gəldiği zaman. Və onlar bu dünyadan köçüb, əbədi olan o diyara, səfər etməyə istədikləri zaman, yəni Allah Subhanahu taala artıq mələklər onlara göndərəcək və mələklər, yəni Allah Taala'nın göndərdiyi mələklər, yəni onları müjdələyəcək və onları sabit saxlayacaq və onları doğru yola yönəldəcək. Onları sabit saxlayacaq. Nə deyəcəklər onlara? Əllə təxafu və lə təhsən. Qorxmayın, kədərlənməyin. Qorxmayın, gələcəkdə qarşınıza gələn şeylərdən qorxmayın. Yəni sizin qarşınızda nə var? Ancaq cənnət və Allahın razılığı. Qorxmayın, ona çatacaqsınız. Allah müvəffəq eləsin. Və həmçinin kədərlənməyin. Arxanızda qoyub getdiyiniz mallara görə, qoyub getdiyiniz övladlara görə, zövcələrə görə kədərlənməyin. Allah Subhanahu taala onları, yəni siz bilmədiyiniz halda Allah Taala yoluna qoyacaq. Ona görə bu şeyx deyir ki, bu nədir? Bu bir müjdədir. Kim üçün? Allahın dinində, yəni haqq üzərində sabit qalanlar üçün. Bu bir, Allah Taala tərəfindən bir müjdədir. O kəslər ki, deyərlər ki, Rəbbimiz Allahdır. Sonra iman gətirdikdən sonra həmən yol iman üzərində dost doğru olarlarsa, yəni Allah Subhanahu taala'nın bax bu verdiyi vədlər ona var. Həmçinin Peyğəmbər sallallahu əleyhi və səlləm dövründə, yəni sahabelərdən biri gəldi, ey Allahın Rəsulü, mənə elə bir şey öyrət ki, onu səndən sonra heç kimdən soruşmur. Peyğəmbər sallallahu əleyhi və səlləm deyir ki, "Qul əmantu billahi summa istaqim." Denən ki, Allah'a iman gətirdim, sonra dost doğru oldu. Sonra dost doğru ol. Fikir ver, iman şərt deyil, imanla yanaşı nə şərtli sabit qalmaq. Nə qədər insanlar olub. Giriblər, çıxıblar, giriblər, çıxıblar. Nə qədər insanlar o bugün gün ətrafımızda yoxdur. Elələri olub, mürtəd olub, dindən çıxıb. Eləsi olub bugünkü gün bizim əqidəmizdə, bizim mənhəcimizdə, yəni bizim deyəndə Peyğəmbər sallallahu əleyhi və səlləmin, sahabələrin tabinlə, ətbəyin tabinlərin əqidəsində, mənhəcində deyil. Xavarici olublar, murci olublar, mürtəd olublar. Bəzisi bütünlüklə azıb, bəzisi cüzi olaraq azıb. Ona görə də şeyx deyir ki, yəni Allah bizi pis sonluqdan qorusun. Və həmçinin Allahdan istəməliyik ki, Allah Taala'dan istəyirəm ki, Allah Taala bizi də və sizi də yəni sabit saxlasın bu yol üzərində. Necə ki, hədislərin birində Peyğəmbər sallallahu aleyhi və səlləm deyir ki, vaxta nə qədər var? Vaxta var elə. Necə ki, Peyğəmbər sallallahu aleyhi və səlləm hədislərin birində deyir ki, yəni bir kişi deyir, cəhənnəm əhlinin əməli ilə əməl edər və cəhənnəmə girməyə bir qarış qalmış və ona yazılan kitab gələr və cənnət əhlinin əməli ilə əməl edər və bunun səbəbi ilə cənnətə girər. Və başqa bir kişi ola bilər ki, cənnət əhlinin əməli ilə əməl etsin və hətta cənnətə girməyə bir qarış qalmış, ona yazılan kitab onu üstələyər və cəhənnəm əhlinin əməli ilə əməl edər və bunun səbəbi ilə cəhənnəmə daxil olar. Hədis Buxari Müslim, hədis əzəmətli hədisdir. Hətta sahabələr bu hədisə işləndə qorxardılar. Necə ola bilər insan cənnət əhlinin əməli ilə əməl işləsin, gəlib ölümünə biraz qalmış, cənnətə girməyə biraz qalmış, cəhənnəm əhlinin əməli ilə əməl işləsin və insan bu ilə cəhənnəmə girsin. Həqiqətən o insanları, sahabələri qorxutardı. Buradan ona görə alimlər gətirirlər ki, başqa bir rəvayətdə gəlib ki, bu necə ola bilər? Başqa bir rəvayətdə gəlib ki, onun deyir, zahirən insanların gördüyü cənnət əhlinin əməli idi. Daxildə amma o cənnət əhlinin əhli deyildi. Əməli nifaqla edirdi. İnsanlara göstərmək məqsədi ilə edirdi. Ona görə ona heç bir əməllərə qəbul olmamışdır. Bəzi alimlər deyir. Ona görə məsələ təhlükəlidir. Məsələ sonluğa görə ölçülür. Məsələ sonluğa görə ölçülür. Daimi sən sabitçilik istəməlisən. Sabit qalmaq üçün. Ona görə bu hədis deyir ki, artıq pis sonluqdan və həmçinin şiddətli formada qorxmağı tələb edən bir hədisdir. Ona görə qul üçün lazımdır ki, daimi Allaha boyun əysin. Həmçinin Allahdan daim istəsin ki, Allah Taala onun dinində sabit saxlasın. Həmçinin Allahdan daim istəsin ki, Allah Taala onu özündən razı qalan qullarından etsin.
Necə ki, hədislərin birində Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, Mən əhəbbə liqa'illə əhəbbə Allah liqa'hu. Kim Allahla qarşılaşmağı istəyərsə, Allah onunla qarşılaşmağı istəyər. Və mən kərihə liqa'a Allah, kərihə Allah liqa'hu. Kim Allahla qarşılaşmağı istəməzsə, Allah da onunla qarşılaşmağı istəməz. Allah da onunla qarşılaşmağı istəməz. Sabitlik barəsində mövzularımız çoxdur və inşallah davam edəsirik. Subhanəkə Allahümə və bihamdik və əşhədu ən la ilahə illallah nəstəğfiruka və etûbü ileyk.